Mən Hüseynzadə Xədicə xanım, mənim müraciətim prezidentimiz İlham Əliyevədir. Mən neçə dəfələrlə sosial şəbəkələrlə çıxmışam, müraciət eləmişəm. Neçə dəfələrlə müraciət eləmişəm, ona baxmayaraq heç birisi nə eşitmədi, nə baxmadı. Mənim yoldaşım Hüseynzadə Mircəfər Binədə 17-ci cəza çəkmə müəssisəsindədir. Mənim yoldaşım Hüseynzadə Mircəfər İndi hal-hazırda halı yaxşı deyil, problemləri çoxdur. Mən hər dəfə sosial şəbəkədə çıxıb müraciət eləmişəm, hər dəfə də onun problemlərini demişəm. Fevralın 26-sında Xocalı faciəsi günündə mənim yoldaşımı Mavin, həmən binənin, türmənin işçisi Mavin, Emin Əliyev mənim yoldaşımı tutsaqla mənim yoldaşımın arasında söhbətlər olmuşdu. Həmən tutsağı cəzalandırmamışlar, amma mənim yoldaşımı Hüseynzadə Mircəfəri, Mavin Emin qolundan tutub sürüyə-sürüyə aparıb çöldə raşotkanın içində saxlayıbdı. Soyuğun, şaxtanın havasında, yağışın havasında mənim yoldaşımı orada saxlayıb, əyni nəyzi paltarda. Bu xəstədir, bunun böyrəyinin biri yoxdur, böyrəyinin biri xəstədir, ürək klapanı xəstədir. Bu neçə dəfə əməliyyatdan olub, ötdən də, gözdən də əməliyyat olub. Mən hər dəfə sosial şəbəkədə çıxıb müraciətimi demişəm. Həmən Mavin mənim yoldaşımı açsız orada saat 9-dan axşam saat 9-a qədər saxlayıb cəzalandırıbdı. İndi də mənim yoldaşıma ciyarlarına soyuq keçib. Buradan deyirəm, həmən Mavin eşitsin. Mənim yoldaşımın ciyarlarına soyuq keçib, xəstədir. Mən martın 14-də görüş almışdıq. Martın 14-də mən onun yanına gedəndə gördüm Mircəfərin halı hal deyir. Mircəfər dedi ki, ölürəm. Ciyarlarım dağılır. Mircəfər səhərə kimi öskürdü. Orada bir həkim yox, türmədə, baxan yox. Harada görsənib, oranın həkimi hanı? Hanı oranın həkimi? Tutsaq həkimdir. Deyirlər, tutsaq həkimdir, həkim baxır. Tutsaq deyə tutulubdur, şəhərdən tutulubdur, həkimlik eləyir orada. Niyə oranın həkimi yoxdur? Niyə oranın dərmanı yoxdur? Niyə oranın heç nəyi yoxdur? Bax, bu xəstədir, buna dərman verilməlidir, buna iynə vurulmalıdır, buna istem olunmalıdır. Niyə yoxdur bə? Niyə baxan yoxdur? Bu xəstədir də, buna müalicə lazımdır. Niyə müalicəsini eləmirsiniz? Niyə eləmirsiniz müalicəsini? Eləmirsiniz, bilirik. Azadlığına buraxın, qoy gəlsin evində müalicəsini alsın. Xəstədir mənim yoldaşım, azadlığına buraxın, azad eləyin mənim yoldaşım, İlham Əliyev. Qoy gəlsin evində müalicəsini alsın. Belə olmaz, günahsız yerə şərrəyiblər, sən o məmurların. Şərrədi, mənim yoldaşım həbs elədi. İndi də Mircəfərin martın 19-da mən ərzəni aparıb vermişəm. Əl yazımı ərzəni vermişəm. Martın 17-sində bunun 2 ili tamam olubdu. 19-unda ərzəni vermişik ki, mənə dedilər ki, oran işçilər dedi ki, iş günündə 31-i, 2-ci günü iş günüdür. İş günü açılan kimi Mircəfər ərziyə qol çəkəcək, göndərəcək Xəzər rayon məhkəməsinə. İndi də 31-dən bu gün də ayın 9-u Mircəfərin ərzəsini vermirlər. Həmən türmənin işçiləri Nəsimi, ondan sonrası Kənandır adı deyir, Kənandır ərziyə baxan. İndi də Elxan da adı nədir, odur ərziyə baxan. Mənim başım çıxmır. Bunun ərzəsini Nəsimi gizlədib. Nəyə görə Nəsimi bunun ərzəsini vermir? Nəsiminin şəxsən telefon nömrəsinə zəng eləmişəm. Demişəm, deyib ki, narahat olmayıb, sabah ərzəsini verəcək. Verməyiblər. Mircəfər ərzəsini istəyir ki, deyib, verin, qol çəkim. Mən Xəzər rayonun məhkəməsinə göndərim. Mənim 2 ilim tamam olub, mənim ixtiyarımdır. Mən ərzəni göndərməyə. Vermirlər. Kim tapşırıbsa bilmirəm, vermirlər. Komissiya keçirildi, komissiyasında yazmadılar. Mirsalih müəllimin qəbulunda oldum. 4-cü günü qəbuludur. Qəbulunda oldum, özü qəbul elədi. Dedim ki, Mircəfər
Hüseynzadə xəstədir. 2 il tamam olub. 3də 2 ilə Mirzəfəri azad eləyin. Xahiş edirəm, 5 dənə körpə uşağı var. Mənə hətta dedi ki, yazdı ki, sənətin üstünə ki, bunu Fikrət müəllimə ver, mavindən. Komissiya olunacaq. Komissiyada yazmadılar Mirzəfəri. Mənim yanımda yazdı ki, komissiya olunacaq, komissiyadan keçiriləcək. Amma Mirzəfər komissiya yoxlamağa gəlib türməyə, 17-ci cəza çəkmə müəssisəsinə komissiya gəlib, yoxlanış olunubdur, Mirzəfəri yazmayıblar. Tapşırıqdır, tapşırıqla eləyirlər. Bilmirəm kim tapşırıbdır bunu. İndi də Mirzəfərin ərizəsini vermirlər. Ben Mir Salih müəllim, mən sizin qəbulunuzda oldum. Siz dediniz ki, köməklik göstərəcəm. Hətta dediniz ki, uşaqlar hani dedim 5 dənə körpə uşaqdır, dedim çöldə gözləyir. Dediniz köməklik göstəriləcək. Niyə eləmədiniz Mir Salih müəllim? Belə insanları aldadırsınız da siz. Belə insanlara söz verirsiniz, yalandan söz verirsiniz. Amma kömək eləmirsiniz. Niyə eləmirsiniz? Günahsız yerə yatır o. Xəstədir, müraciət eləmişik. Neçə dəfə məktub göndərilib, neçə dəfə telegrama vurulub. Hər yerə, hər qurumlara telegrama vurulur. Hər yerə deyilir, ancaq baxan yoxdur. İlham Əliyev, bu qədər müraciət eləmişəm sizə. Bu qədər sizdən mən siqlam vermişəm. Bu qədər sizə məktublar göndərilib. Niyə baxmırsınız? Niyə baxılmır axı? Nə amnistə düşmədi mənim yoldaşım? Bax, nə istəyir sizin bu məmurlarınız? Niyə əl çəkmirlər bu Mirzəfərdən? Nə istəyir? Zeynal Nağdaliyev eləyir bunu. Zeynal Nağdaliyev, nə istəyirsən? Kimin əli var? Kim qoymur mənim yoldaşımın məhkəməsi keçirilsin, ərzəsi getsin, qol çəksin? Kim qoymur? Kim qoymadı ki, komissiyaya düşməsin? Niyə Allahdan qorxmuşsunuz? Allah bəlanızı versin. Nə istəyirsiniz bu xəstədən? İndi bunun ciyarları xəstədir. Ona güclü müalicə lazımdır. Müalicə eləmirlər türmədə. Türmədə müalicə eləmirlər. Yəni baxılmır. Acından orada ölür, baxılmır. Mən kimə müraciət edirəm? Bu ölkənin prezidentinə müraciət edirəm. Bu ölkənin prezidenti eşitmir. Eşitmir. Mən kimə deyim? Allaha da şikayət edirəm. Və kimə deyim? Mən bu qədər şikayət edirəm sizə. Niyə eşitmir? Bu Allah niyə bir dəfə eşidib? Allah da bunların cəzasını niyə vermir? Niyə vermir bu Allah bunların cəzasını? Mən kimə də onda deyim? Kimə sözümü deyim? Niyə bunun ərizəsini vermir Nəsimi? Niyə bunun ərizəsini gizlədir Nəsimi? Niyə görə axı vermirlər məhkəmə keçirilsin? Mir Salih müəllim, hara baxırsınız? Hara baxırsınız Mir Salih müəllim? Bəs siz söz verdiniz axı. Dediniz kömək olunacaq. Belə kömək edirsiniz. Belə vətəndaşlarına kömək edirsən. Niyə millətini aldadırsınız? Niyə cəmaatın başını oynatırsınız? Hə, nə edirsiniz? Nəyə görə bu 3də 2 ilə çıxmalıdır? Nəyə görə axı bunu icazə vermişsiniz ki, azadlığına qovuşsun? Niyə icazə vermişsiniz gəlsin balaların başının üstündə dursun? Hə, niyə bu qədər müraciət edirik? Niyə baxmırsınız? Kimə müraciət eləyək? Mən zəng eləyirəm 889-a, zəng vurub deyirəm ərizəsini vermirlər. Ondan 881-dir, nə bilim, hansı idarət, onlara zəng vururam. Deyirlər ki, qeydə almışıq, araşdırma gedir. Hələ də araşdırılandan zəng vururam, onlarla əlaqə saxlayıram, büyünə kimi saxlayıram, deyirəm, hələ deyir araşdırma gedir. Mənim başım çıxmır. Ərizə türmədə də ərizə hara gedib ki? Ərizəni kim oğurlayıb ki? Heç kim oğurlamayıb ərizəni. Ərizəni qəsdən vermirlər. Qol çəkib məhkəməsi keçirilməsin. Nəyə görə? Kim tapşırıb? Kim bunu möhkəm tapşırıb ki, eləməsin? Hə, kim tapşırıb? O tapşıranın dili yansın. O deyənin Allah bəlasını versin. Onun balası gözünün qabağında çabalasın. Bəsdirin də. Mən kimə müraciət edirəm? Bu ölkənin prezidentinə bu qədər müraciət edirəm, eşitmir onsuz da. O qədər siqlam verirəm, eşitmir. Deyir, danışır da, özünü danışsın, deyir. Ay İlham Əliyev, niyə eşitmirsiniz? Ay Mehriban xanım, niyə eşitmirsiniz? Ondan sonra Daxili İşlər Naziri eşitmir, baş prokuror eşitmir, DDX eşitmir. Və kimə biz müraciət eləyək? Kimə deyək bə? Hə, kimə deyək? Və bu qədər müraciət eləyiriksə, vətəndaşıq, biz yorulduq sizə müraciət eləməkdir. Amma siz bir dəfə o qulağınıza o pambığı çıxardın, bir qulaq asında deyin, bu qədər vətəndaş müraciət eləyir, vətəndaşa kömək lazımdır. Belə kömək eləyirsiniz İlham Əliyev. Belə kömək eləyirsiniz Daxili İşlər Naziri. DDX, belə kömək eləyirsən.
Prokuror, belə mi kömək eləyirsiniz siz bizə? Vətəndaşınıza belə kömək eləyirsiniz? Belə müraciət eləyirik, heç bizə baxmırsınız. Niyə mənim yoldaşıma ərizəsini verilmir? Niyə gizlədirlər, əl yazma ərizəni vermirlər ki? Nəyə görə? Mən isə müraciət edib demişəm, bu xəstədir, problemlərini hər dəfə demişəm axı. Nəyə Allahdan qorxmuşsunuz? Bəstirin də. Bu qədər milləti incitdiniz. Bu qədər millətə zülm elədiniz. Bəstirin də. Allahdan qorxun. Ay kafirlər. Ay kafirsiniz siz. Mən sadəcə İlham Əliyev, Mehriban xanım, mən yoldaşımın azadlığını istəyirəm. Qoy gəlsin evində müalicəsini alsın. Vəziyyəti yaxşı deyil. Bu qədər müraciət edirəmsə vəziyyəti yaxşı deyil. Danışa bilmir. Ciyarları partlayır da ağrıdan ölür orada. Belə olmaz, bu qədər zülüm olmaz. Azad eləyin mənim yoldaşımı. Qoy gəlsin bağlarının başının üstündə dursun. Bəstirin day. Bir dəfə də olsun eşidin, xahiş eləyirəm. Mən vətəndaş kimi müraciət eləyirəmsə eşidin. İlham Əliyev, sizə müraciət eləyirəm. Eşidin, xahiş eləyirəm, kömək eləyin. Mən sizdən kömək istəyirəm. Mənim yoldaşıma azad eləyin. Azadlığına qovuşsun, bəstirin də. Bu qədər vicdansız olmayın da, xahiş eləyirəm. Bu qədər vicdansız olunmasın. Xəstədir, azad eləyin. Qoy gəlsin balalarının başının üstündə dursun. 5 dənə körpəsi var onun. Niyə Allahdan qorxmursunuz?